Salam dostlar, bugün biz sizinlə Newtonun birinci qanunu dərsinə baxacağıq. Tapşırıqlara baxıb başlayaq. Düşün, müzakirə et, paylaş. Çevrə üzərində bərabər sürətli hərəkət edən cismə qüvvə təsir etdiyini hansı anlayışdan ifadə edərək əsaslandırmaq olar? Cavabımızı deyirəm. Çevrə üzrə hərəkət bərabər sürətli olsa da, hərəkət istiqaməti hər an dəyişir. Cismin hərəkət istiqamətini dəyişmək üçün ona qüvvə təsir etməli olduğuna nəzərə alsaq, deməli, çevrə üzrə bərabər sürətli hərəkətdə cismə qüvvə təsir etməlidir. Baxaq, öyrəndiklərinizi tətbiq edin. 1. Metal halqaya şəkildəki kimi eyni nazik iplər bağlanıb. İpi aşağıdan yavaş-yavaş dartdıqda yuxarıdakı ip qırılır. İpi birdən dartdıqda isə aşağıdakı ip qırılır. Bu hadisənin səbəbini izah et. Cavabımızı deyirəm. İpi dartmadan öncə yuxarıdakı ipə təsir edən ağırlıq qüvvəsi qədər gərilmə qüvvəsi yaranır. Aşağıdakı ipə qüvvə təsir etmədiyindən onda gərilmə yaranmır. İpi yavaş-yavaş dartdıqda yuxarıdakı ipdə asılan yüklə yanaşı, aşağı dartılmanın hesabına da gərilmə qüvvəsi yaranır və əvvəlkindən böyük olur. Aşağıdakı ipdə isə yalnız dartılmanın hesabına gərilmə yaranır. Yuxarıdakı ipdə yaranan gərilmə qüvvəsi daha böyük olduğundan ip qırılır. İpi anidən dartdıqda isə cisim ədalət nəticəsində ani hərəkət edə bilmir. Bu zaman yuxarıdakı ipdə gərilmə qüvvəsi demək olar ki, dəyişmir. Lakin aşağıdakı ipdə gərilmə qüvvəsi artır. Nəticədə aşağıdakı ip qırılır. Baxaq, öyrəndiklərinizi tətbiq edin ikinci sualına. 720 km/saat sürətlə şərqə uçan təyyarədə masa üzərində qoyulmuş stəkan hərəkətsiz vəziyyətdədir. Stəkana təsir edən qüvvələrə dair hansı nəticəyə gəlmək olar? Cavabı deyirəm. Sükunətdə olan stəkana təsir edən qüvvələrin əvəzdəyicisi sıfıra bərabər olduğundan onun hərəkətində dəyişiklik olmur. 3. Düzxətli bərabər sürətli hərəkət edən qatarın dartı qüvvəsi məlumdursa, ona təsir edən müqavimət qüvvəsinə dair hansı nəticəyə gəlmək olar? Qatar düz xətli bərabər sürətli hərəkət etdiyindən Newtonun birinci qanununa əsasən ona təsir edən qüvvələrin əvəzdəyicisi sıfıra bərabərdir. Bu isə o zaman mümkündür ki, qatara təsir edən müqavimət qüvvəsi qiymətcə dartı qüvvəsinə bərabər istiqamətcə ona əks olsun. Baxaq, öyrəndiklərinizi yoxlayın. 1. Ədalət nədir? İki cismin ədalətini nəyə əsasən müqayisə etmək olar? Cismə başqa cisimlər təsir etdikdə onun sükunət halını və ya sürətinin qiymət və istiqamətini saxlanması ədalət adlanır. İki cismin ədalətliyini kütləsinə görə müqayisə etmək olar. Kütləsi böyük olan cismin ədaləti də böyükdür. 2. Şəkildə təsvir olunmuş hadisəni izah edin. Velosipedin qarşısına maneə çıxdıqda, velosiped dayansa da, velosipedçi ədalət üzrə irəliyə doğru hərəkətinə davam edir. Nəticədə o hərəkət istiqamətində irəliyə yıxılır.
Hansı halları izah etmək üçün Newtonun birinci qanunundan istifadə olunur? Sükunətdə və ya düzxətli bərabər sürətli hərəkətdə olan cisimlərə. Dördüncü. Hərəkət edən arabacığın üzərində kütlələri fərqli olan iki cisim var. Arabacıq birdən sürətini azaltsa, bu cisimlərin hərəkəti bir-birindən necə fərqlənər? Arabacıq anidən sürətini azaltsa, cisimlər hərəkət istiqamətində sürüşər. Kütləsi böyük olan cisim daha böyük ədalətə malikdir. Ona görə də irəliyə doğru daha az sürüşər. Və bütün tapşırıqlarını yerinə yetirdik. Bugünlük bu qədər dostlar. Videomu bəyənirsinizsə like atıb kanala abunə olmağı unutmayın. Gələn videolarda görüşənədək.